Hər birinizi salamlayıram videomuza. Xoş gəlmisiniz. Başından gördüyünüz kimi bugün Azərbaycan TikTok videoları izləyirik. Çoxdan ki Azərbaycan TikTok videolarına reaksiya vermirdim. Dedim ki bugün olar. Videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Çox uzatmadan biz də keçək videoya məncə. Bilirsiniz ki TikTok günü-gündən inkişaf edir. Yəni ki Cibobombes. Buna bakalım. Bunun adı Cibobombo. ChatGPT-yə şəklini atıb qaqaş eşşəklə yazıb ki şəkildəki eşşəyi sil. Süni intellekt nədir bu poxun adı? Poxdurla. Hə, süni intellektdəki eşşəyi silmək yerinə qaqaşı silir. Deyirsən eşşəklə qaqaşı səhv salıb. Qaqaş zarafat məqsədilə paylaşır videonu. Amma ki ChatGPT necə belə böyük bir səhvə yol verim, onu anlamadım heç cürə. Salam dostlar, necəsiniz? Salam qaqaş, yaxşıyam. Sən necəsən? Bugün yenə gəlmişəm ən gözəl şəhər Bakı şəhərinə. Xoşum gəlir bir dənə Bakı şəhərindən. İlk dəfə Bakıya gedəndə mən. Xoşları, yatları xoşum gəlir. Kim burada gəzmək istəyir? Bax qaqaş sual verir ki, kim burada gəzmək istəyir? Qaqaş mən gəzmək istəyirəm. Hə. Nə oldu? Gəzdim. Adam buraya gələndə qəşəng yerdir bura. Allah haqq dostlar. Allah Bakımıza dəyməsin, Azərbaycanımıza dəyməsin. Bura qəşəng şəhərdir. Nə qəşəng şəhərdir bura. Adam ürəyə çıxır. Oldu dostlar, sağ olun. Sağ ol dostum, sağ ol. Həqiqətən də Kətlər şəhərə gedəndə mən də bu cür oluram. Zarafatı qoya bir qırağa. Allah videodur qaqa, uğurlar arzulayıram. Xətrinə falan dəyərik, baxmadan. Günaydın Mehmet, nasılsın, iyi misin? Mənəm Polad Ələmbar, sənin abindaşın. Nə Polad Ələmdər? Abdülay Aragina nerelerdəsə hemen onu ofise gəlin. Arabanı çalışdır gəlin o. Telefon deyə iPhone 17 Pro Max bilinir ki, əslində bir Polad Ələmdardır. Bitmez. Her şey yeni başlıyor. Söz bitti. Söz bitdi, ardı gəlmədi. Uşaq vaxtı mənə ayaqqabı alanda səhərin açılmağını gözlərdim ki, yeni məktəbə gedəcəm. O vaxtlar həyat çox gözəl idi. Mənə üçün də bir dəfə 15 manatda ayaqqabı almışlar, eynən belə eləyirdim də. Özünü pis hiss edəndə bu sözləri xatırla. Nə sözlərdir o elə? Bu sözləri qoyundan da eşidə bilərik. Normal insan dərs yazarkən. Mən dərs yazarkən. Oyda. Kimdə olub tez yorumlara, tez kommentlərə, şərhlərə yazın. Elə uşaq var ki, üzünü yazır. Özü yolda falan görəndə deyirlər ki, dəftər yox idi, üzünü niyə yazmısan? Sanır, buna bak, yet, buna bak. Buna bak. Ay Allah. Camaat əynini geyinməyə tapmır, bunlar itə geyindiriblər. Üşüməsin deyə nə eləyiblər də, çox xeyirxah bir dövrdə yaşayırıq. Saatiga 1,5 milyondan svidaniyaga chiqyapmiz. O canavar, Allahqa məşhur olandan sonra bədən yığıb. Son vaxtlar ölkəni zəbt edən oyun ömrü internet olanı kimidir. Bu oyunu bir dənə qız oynayırdı da dəstə. Bilmirəm də nə oyundu bu. Yox, oynayırdı, utandım soruşmağa ki, nə maraq var da görəsən. Əslində həqiqətən də bilmirəm nə oyundu, amma ki, nəyi maraqlı deyə bunu? Nə bilim, valla ondan sonra TikTokda yəni neçə eləyərəm. Offline videolar falan baxaram. Yəni bu oyundan yaxşı olar da məncə TikToka baxmaq. Bu oyun lap adam mazgisini aparar. Hər dəfə yemək yeyəndə mən. Oyda. Yemək bitdi, hələ heç nə tapmadı. Ən yaxşısı qəndqabıdır qaqaş. Qəndqabı yar. Yoxlamışam, bilirəm. Ora oliqarx royal. Varlanı belə bax, qarnını niyə sürtür? Hə, kökəlib yəni. Haftaya cuma tüm Türkiyənin ortaq aktivite. O Enes Batur Azərbaycandan da izləyənlər vardı. Mən də təzə başlamışam izləməyə. Enes Batur əvvəllər tanımırdım. Oyda, otağa baxın bir dənə. Oyda, təsəvvür edirəm ki, bura mənimdir. Oyda. Çox super olar, gələcəkdə inşallah. Vay, nə zordur ya. Bunu hazırlayan əziyyət çəkibdə nə var? Görəsən fer falan yeməlidir burada. Yeməli oxşayır amma. Xoşum gəldi. Dadını bilmirəm amma belə üzdən yaxşı görünür. Bu nə deyə qaqa trend olub? Ay qaqaş getdi. Lap belə yox da. Adamın ürəyi falan dayanır. Təsəvvürlə düşdü yerə lart partladı bütün. Estağfurullah. Qaqaş
klip çəkir yəni lüstürünə. Yaxşı ki, başına düşmədi, bəxti gətirdi yəni. Bu nə ola? Ağadan çək şişə. Ha, bu dadlı bir şeydir bu. Əzələsinə bax. 2 porsiya. Əzələsi də deyir var. Həqiqətən də qurbağaya oxşadmadın birinci. Adama oxşadı həqiqətən. Qurbağa deməli həqiqət. Çox həqiqətən dedim. Amma inanın heç bir həqiqət yoxdur ya. Pulqabını dəyişmək vaxtıdır. Gözüm qaldı ya pullarda. Məncə dəyişmək lazımdır. Əgər bu pullar üstündə verilirsə. Corab? Elə bildim əsl güldü. Hə, nə corabı? Uşaqlıqda biz corabı qud eləyib futbol oynayırdıq. Top yox idi deyə. Müasir tonqal. Bu tonqalın içi boş deyə bəlkə də inanırsınız. Taxta oluyor, nə bilim. Allah 17.50 baxın qiyməti yazılıb. Ondan sonra 17.50-yə 17.50-yə burada oje getdim fikrə ki 17 manat 50 qəpiyə nə etmək olar? 17.50-yə nə düşər? Ondan sonra 17.50-yə 17.50-ni cibimə qoyuram. Bunu almaqdansa. O uşaq götdü özündən. Videonu çəkənin ağlına baxın bir dənə. Avtobus gözləyir ki, gəlsin. Gəlib uşağın üzünə su tökülsün yoldan. Keçəndə su çırtlasın. Bu da dayanıb video çəkib partlatsın da yəni. Onu gözləyir deyə bu video çəkər. Yaramaz. Bu nə maşın reklamıdır bu? Cibo Bombes mahnısını da yaradıblar elə. 1-2 günə necə trend olur belə şeylər. Əziyyət çəkənlər var da bu platformalarda heç biri yüksəlməyib yəni. Eşitməmişəm ki, desinlər ki, biri yüksəldi. Yüksələndə də yalnızca belə insanlar yüksəlir. Yayınlarına digilirsən maşallah 300 min, 400 min adam. Ya çox söyləməyə 300 min, 400 min var da yəni. Zor maşındır ya, maşın xoşuma gəldi. Bir videomuzun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə videomuza like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Bəyənmələriniz çox önəmlidir. Videolarımızda son zamanlar az bəyənmə gəlir. Bu arada buraya qədər izləyənlər yoruma şərhlərə yəni plus atsın, üstə gəl atsın. Təşəkkür edirəm hər birinizə. Gələn videolarda görüşmək ümidi ilə. Sağ olun, sevilirsiniz. Cibo Bombes. Allah qaqa. Görün sizə nə görsədir qardaşınız. Buna bax hələ. Bunun adı Cibobombo. Buna bax, salafan.